Əziz salam dostlar, sizinlə yeni bir videoya qarşınızdayım. Bu dəfəki videomuz oyun haqqında olmayacaq, başqa bir formatda olacaq. Bir türk YouTuber'da görmüşəm. Elə ki, Akinator proqramı ilə çay bardağının VS-si. Biz də eyni bir video çəkəcəyik. Yəni elə bir video çəkməyə qərarını aldım. Siz də baxacaqsınız və yorumlarda fikrinizi bildirəcəksiniz. Kimin tərəfini tutursunuz? Mən şəxsən bu videonu keçəndə elə bir şey arada qaldım. Bilmirəm kimin tərəfini seçim. Yəni Akinator proqramı daha yaxşıdırmı, yoxsa çay bardağı mı? Ona görə ki, hərsinin özünün mənfi və müsbət cəhətləri var. Yəni ki, birinin mənfi, birinin müsbət cəhətləri var. Ona görə də belə ortada qaldım mən. Seçim edə bilmədim. İndi isə videoya gəlin keçək, videoya baxın və siz öz seçiminizi eləyin və kommentlərdə yazın. Və bu arada videomu bəyənməyi, kanala abunə olub mənə dəstək olmağı unutmayın. Oldu mu? Oldu. Bəli dostlar, artıq mən buradan Akinatorunu açdım telefondan və indi başlayırıq. Deməli, bana meydan okuya basırıq, butonuna basırıq və bir şey fikirləşək başlanğıcı olaraq. Nə fikirləşək? Bilgisayar, yəni günlük istifadə etdiyimiz, əsasında YouTubercilərin çox istifadə etdiyi bilgisayarı beynimizə tutaq. İndi isə suallara cavab verək. Karakterin bir erkəkmi? Hayır. Canlı bir şey deyil çünki. Karakterin türkmü? Biraz azaldım səsini. Türkmü? Hayır. Karakterin gerçəkmi? Evet. Karakterin şarkıcı mı? Hayır. Karakterin öpüşmə sahnəsi var mı? Hayır. Karakterin kız mı? Hayır. Öpüşmə sahnəsi. Karakterin insan mı? Hayır. Karakterin bir eşya mı? Evet. Karakterin elektrikle ilgisi var mı? Evet. Karakterin arabalarla bir bağlantısı var mı? Yok. Karakterin konsol oyunlarıyla bir alakası var mı? Konsol oyunları. Yəni mən görmüşəm, hətta istifadə eləmişəm, yəni bilgisayardan konsol oyununu oynamışam, yəni masaüstü idi o bilgisayar, amma nə bilim, bilmirəm, yəqin ki bilmirəm, hər halda deyil. Ya da bilmirəm, deyək, mən bilmirəm. Sadəcə mən istifadə eləmişəm hal-hazırda. Mən hal-hazırda nə idi? Mən çoxdandan istifadə eləmişəm. Bir dənə masaüstü bilgisayardan konsoldan oyun oynamışam. Bəli. Özdəki GTA oynamışam. Bəli, GTA hansı idi? 1 idimi, 2 idimi? Yəni 1 idi. 1 idi deyəsən. Yox, 1 yox. 2. Bir çox şey idi belə, üst səviyyədə olandı. Üst görüntülü bir oyun idi. Hə, 2. Bu arada təkrar hər sözü oxuyuramsa, yəni elə bilməyin ki, yəni sözü düzəlməli, oxuya bilmədiyim üçün deyil, sadəcə olaraq başa düşməyə çalışıram. Karakterin yazmayı biliyor mu? Özü yazmağı bilmir, yox. Karakterin yazmayı biliyor mu? Özü yazmağı bilmir, yox. Karakterin ünlü mü? Hayır. Karakterin bir gözə gəldin mi? Gözü yoxdur onun. Karakterin senin, eğer kamera saymasak. Karakterin seninle konuşuyor mu? Hayır. Benim televizyonum. Televizyon yok, səhvdir. Devam edelim mi? Bilmiyorum, devam edelim mi? Yaxşı, bir də yoxsa karakterin ağzı var mı? Hayır, yoxdur. Karakterin küküş mü? 32 sual verib. 32 sual verib. Çay bardağı 20 sualda tapır mən bildiyimə görə. Və hazırda onu da bilgisayar sualını verəcək. Karakter sualını verməyəcək. Daha doğrusu onda da bilgisayar fikirləşəcək, yəni yaddaşımız ötürür. Karakterin küküş mü? Küküş mü? Yəni telefon boyutunda deyil, yox. Ortalama deyək də, yəni hayır deyək, yəni ortalama boydadır. Ona görə də hayır deyirəm. Karakterin 40'tan fazla tuşu var mı? Valla saymamışam. Bir dənə sayım, sanalaq. Öyrənmiş olaq. 4, 5, 6, 7, 8, 9, 10. O şimdi mən saydım. 40'dan çox tuşu var. Amma tamamilə sayılmayan o görə ki
rəqəmlərə çaşdım mən. 50-dəyəm, çaşıb 59-dan sonra çaşıb 20-yə qayıdıram, sonra da gecmə fikir verirəm. Ona görə də sonra özüm sayaram, yəni. Nə deyirdik? Hə, mən burada evet dedim. 40 tuşdan çox 40-dan çox tuşu var bunun. Yəni kompkalar var. Karakterin iki gözü var mı? Hayır. Mən o cür vermişdin. Bu sualı vermişdin. Karakterin Roblox ilə ilgisi var mı? Roblox'la ilgisi var mı? Herhalde deyək. Ona görə ki, bəzi insanlar bilgisayardan Roblox oynayırlar, düzdürmü? Ona görə də herhalde karakterin Vampir Akademisi filmindən mi? Hayır. Karakterin səsi güzel mi? Səsi yoxdur. Hayır. Bəyəm dəqiqə. Yəni bunda geriyə qayıtma butonu da var. Akinatorda geriyə qayıtma butonu da var. Karakterin səsi güzel mi? Səsi yoxdur. Buna nə cavab verə bilərəm? Evet deyə bilmərəm. Güzel mi deyir? Bilmirəm. Deyim. Ona görə ki, səsi yoxdur. Karakterin siyah rəngdə mi? Bilmiyorum. Bunu da bilmiyorum deyirəm. Karakterin mavi mi? Bilmiyorum. Otomobil. Hayır. Tapamadım. Hayır. Bir şans daha vermeyeceğim. Nədir bu? PS3 konsolu. Lenovo tablet. Yəni burada seçenekler arasından. Piano veya gözlük. Türk Telekom modemi. Türk Telekom modemi de var burada. Türk interneti. Böyle bir şey de var. Dildo. Dildo nedir? Azkin. Nedir bu? Oyun klavye Hasan Kamper. O kadar tuş dedi. Heç 40'dan çox tuş var. Onda başa düşmürdü. Nədir bu? Arabada o kadar tuş var. Tuş var vapşı arabada. Dekal. Bir sarış yoktu. Obşun bu çeşdik. Ne ona yani? Çık liste. Bilgisayar dayan. Bilgi sayar. Bilsən özü yoxdur, başa düşürəm burada. Bilsə faresi, bilsən öğretməni, bilsən özü yoxdur. Bilsər öğretməni nə görsən? Dəfə bir insan fikirləşək. Məşhur bir insan olsun. Məşhur insan. Bildim. Bildim kim fikirləşəcəm. Karakterin bir erkek mi? Evet. Karakterin Türkiye'den mi? Türkiye'den mi? Hayır. Karakterin gerçekten var mı? Evet. Karakterin futbolcu mu? Hayır. Karakterin Amerika'da mı yaşamakta? Hal-hazırda yaşamır. Hayır. Karakterin Kore'de mi yaşamakta? Karakterin öldü mü? Evet. Ona göre yaşamır. Karakter Müslüman mı? Bəli, Müslüman oldu. Evet. Karakter Arap mı? Yok. Karakter bir ülkeyi yönetti mi? Yani yok. Böyle yok. Çok insanlar örnek oldu ama yok, böyle yönetmedi. Karakter sporcu mu? Evet. Karakter bir boksör mü? Evet. Kim çıkacak? Muhammed Ali tapdı. Aferin sana. Aferin. Bir sayı tapa bilmir. Önceki bir sayı yəqin ki yoxdur. Yəni indi şey eləməyək, günahını almayayım. Bir sayı yəqin ki onun yaddaşında yoxdur. Bir sayı hissələri var amma özü yoxdur bir sayının. Ona görə də bəli. Muhammed Ali Əssoy tapdı. Boksör. Evet, tapdın, aferin. Bu da puan da verir. Puanı deyəsən burada aktinatoru görkəmini dəyişmək üçün sərf edə bilərik.
Bu dəfə yenə əşya haqqında olsun. Heç kimin bilmədiyi, yəni çox insanın bilmədiyi bir meyvə ya da göyərti, ot adı istəyirəm olsun. Ancaq ki, belə şeyləri çox insan bilmir. Neçə dənə ot növü var, hamısını da bilmək olmur da, düzdürmü? Bilmirəm. Mən özüm də heç bilməmişəm əslində. Yaxşı, mənim bildiyim. Hə, bildim. Bir dənə meyvə. Əjdaha meyvəsi deyilir. Düzdürmü? Mən ona əjdaha yumurtası deyirəm. Karakterin türkmü? Türkmü? Yəni insan olaraq sual verilir bu. Ona görə də hayır. Karakterin öldü mü? Hayır. Karakterin kız mı? Hayır. Karakterin sporcu mu? Hayır. Karakterin saçı var mı? Hayır. Karakterin bacakları var mı? Hayır. Karakterin gerçek hayatta gördün mü? Evet. Karakterin yiyecek ile bağlantısı var mı? Evet. Karakterin yeşil mi? Balaca üstündə xatırladığım qədər yaşıllıq var, amma balaca belə yaşıl izlər var, amma yox, ümumilikdə qırmızıdır. Karakterin yeşil mi? Hayır. Karakterin bir bitki mi? Bitki değil. Karakterin sarı mı? Hayır. Dayan. Deyəsən sarı rəngləri olur. Deyəsən sarı rəngləri olur. Hər halda deyim. Karakterin sarı renkli mi? Sarı renkli mi? Hər halda. Karakterin süper güçləri var mı? Nə? Hayır. Karakterin yabancı kökənli mi? Hayır. Karakterin turuncu mu? Turuncu yox. Kök rəngi deyil. Karakterin bir hayvanla bağlantısı var mı? Hayır. Karakterin patates sever mi? Hayır. Karakterin kırmızı renk ile bir alakası var mı? Yani kırmızı tam olarak kırmızı değil de herhalde. Karakterin buz ile bağlantısı var mı? Hayır. Karakterin kırmızı mı? Herhalde. Karakterin yeşil renkte mi? Hayır. Karakterin bir meyve mi? Evet. Karakterin elmalar ile bir bağlantısı var mı? Hayır. Karakterin iki isimli mi? İki isimli ejder meyvəsi. Yəni hə. Ejder bir də meyvə, iki isimli də, düzdürmü? Ya da bunlar isimdir. Yox, isimdirlər. Nə deyirsən Pərviz? İsimdirlər. Ejder meyvəsi. Ejder yumurtası da desək, yenə də iki isimli olur. Ona görə də evet. Nə olar? Tap. Asas içerik filtrlərin açıq olduğu için bir karakter öneremiyorum. Zaten Türkiye'den ödəyəm də bir şey fikirləşmədik bu dəfə. Bu dəfə nə olsun? Bu dəfə nə alət, nə insan, nə meyvə. Bildim. Kosmos. Karakterin Türkiye'den mi? Hayır. Karakterin halen yaşıyor mu? Bilmiyorum. Karakterin erkek kıyafetleri mi giyiniyor? Hayır. Karakterin kız mı? Hayır. Karakterin bir hayvan mı? Hayır. Karakterin bacakları var mı? Hayır. Karakterin iki gözü var mı? Hayır. Karakterin gerçek hayatta gördün mü? Göğe baxanda gecələr, ulduzlara baxanda, yəni kosmosu görmüş kimi bir növ oluruq da. Amma yox, belə kosmosda olmamışam. Yəni bilmirəm deyim. Karakterin teknoloji edisi var mı? Yəni yox. Karakterin bir əşya mı? Hayır. Karakterin gökyüzü ilə bağlantısı var mı? Gökyüzü ilə. Hər halda deyim. Karakterin tanrı mı? Yox. Karakterin uzayda mı yaşıyor?
Uzayda yaşamır. Yok. Karakterin gerçekten var mı? Evet. Karakterin yeşil renkte mi? Hayır. Karakterin yabancı mı? Hayır. Karakterin uçabiliyor mu? Hayır. Karakterin yiyecek ile bağlantısı var mı? Hayır. Karakterin dersi var mı? Hayır. Karakterin 80 yaşından büyük mü? Kosmosun yaşı var. Yoxdur. Düzdürmü? Buna ne cevap verə bilərik? Ya evet ya da bilmiyorum diyeyim. Evet deyək. Yok hər hal. Yok evet deyək, evet. Ona görə ki bilmiyorum desəydim, yəni bilmiyorum, bir şey necə sayılacaqdı? Şey kimi sayıla bilərdi. Yəni ki az da ola bilər, bilmirəm. Belə sayıla bilər. Ona görə də evet yaz butonuna toxundum. Karakterin heç savaşda bulundu mu? Hayır. Karakterin boyu 180'den uzun mu? Bu insansı sualları rədd elədi o tərəfə artıq. Herhalde değil. Hayır. Herhalde evet. Bilmiyorum. Karakterin görünmez mi? Yani ne bakımda görünmezdi. Görürük yok. Kosmosu görmek olar. Yani kosmosta olursan. Yani görürsən de yani. Sayılır mı bu? Yani ki hayır. Benim de her halde. Hayır. Dilimde başka şey deyirəm, başka butona toxunma. Karakterin dünyadan mı? Hayır. Dünyadan mı? Hayır. Karakterin korku türünden mi? Hayır. Karakterin dünyayı yaratmakta mı? Dünyayı yaratmakla mı ünlü? Yani dini olarak yok. Dini olarak yok. Ama elmi bakımdan evet. Önce de evet diyeyim. Kosmos tava biləcəksən. Burada əlbəttə ki videonu çəkirəm mən telefondan, amma belə də sizə göstərmək istəyirəm. Bir dəqiqə. Allah. Hayda Allah. Bəli. Yəni əslində yazı tapmadı da, amma yenə də bir tərəfdən tapmış kimi oldu. Yəni sonuçta Allah da kosmosu yaradıb, düzdürmü? Dini baxımdan, bəli. Ona görə də haydi. Yaxşı keçək. Bir sonraki yəni çay baydağına keçək, orada görək nə olur, nə məsələdir. Gəlin keçək tez. Bəli dostlar, indi isə çay bardağındayıq. Çay bardağını dediyim kimi bir səhərdən baxacağıq. Ümid edirəm akkumulyatorda kimi reklamlarla bizi bezdirmək düzdür. Burada aşağıda reklam çıxıbdır. Ama ümid edirəm. Şimdi sen aklından bir şey tutuyorsun. Ben de onun ne olduğunu 20 soruda biliyorum. Ama bak, tuttuğun kelime herkesin bildiği bir şey olsun ha. Ümid edirəm Böyle reklamlar bizi kimsenin bezdirmək. bilmediği özel bir isim ya da bir şehir olmasın. Tamam? Yaxşı. Hadi başlayalım. Bir də altdakı reklam elə bir şey başla butonunu üstündədir. Ona görə tam göstərəməyəcəm sizə videonu. Yəni bu səsini buradan belə kəsiyor olacaq. Sual hanı? Ortalama bir mutfakta bulunabilir mi bu şey? Bir dakika. Düşün. Bir şey pişiremedik. Sen rahat ol, ben bekle. Bir dakika bir şey pişiririk. Sağ ol icazə verdiğin için. İndi dayan. Bilgisayar, yəni o birinci əlbəttə ki akkumulyatorun tapmadıqlarını verək. Yəni akkumulyatorun tapmadıqları suallar verək. Məsəl üçün bilgisayar. Buluna bilirmi? Əmin deyil. Yəni kimsə apara bilər mutfağa bilgisayarı.
Amma dedim öz otağımızda olur. Öz otağımızda olur adətən bilgisayar. Elə ki xüsusi bir dənə otaqda olur. Mutfaqda falan yəni özümüz daşıyırıq da ora. Ona görə də əmin deyiləm. 20 sualı Aknator'da dediğim kimi çay bardağı Dur 20 bakayım, sualda biraz tapır. konsantre olmam lazım. Dur bakayım bir düşüneyim. Ve benim maraqlı animasyonlar var, videolar var. Daldım gittim ben ya. Ne diyorduk? Ben ne bileyim ne diyordu. Sen neye daldın görsen? Büyüklük olarak mikrodalga fırının içine sığar mı bu şey? Hayır. Bu şeyin içine bir şey konulur mu? Hayır. Genellikle beyaz renkten midir bu şey? Emin değilim. Bu şey kullanırken elinde tutmaya gerekir mi? Ya Ee, sen hala benim aklımdaki şeyi bulamayacağımı zannediyorsun değil mi? Öyle Bakarıq. öyle. Öyle öyle. Sen dur. Sen dur. Baxarıq. Yəni akkumulyator tapa bilmədi. Əlimizdə tutmaq yox, lazım deyil. Genellikle 4 köşələm oluyor. Evet. Kırılmadan katlanabilir mi bu şey? Evet. Bir insanın kolayca havaya kaldırabileceği evet. Video çıktı. Giyilebilir mi bu şey? Hayır. Hareketli bir parça var mı bu şeyin? Vallahi senin kafada bir enteresan çalışıyor ha. Bilemedim gitti. Yani bilemezsen yani akınator uzunumuz olacaksan yani. Özün bir. Akınator neçəsini tapdı? Meyveyi tapa bilmədi, düzdürmü? Abi bir dənə bir şey tapdı. Yəni o da ki Muhammed Əlini tapdı. Qanan tapa bilmədi, bilgisayar tapa bilmədi. Əjdər meyvəsini tapa bilmədi. Bəlkə mən sualları düzəməli cavab verəmədim, amma bildiyim kimi, başa düşdüyüm kimi cavab verdim mən sualları. Çox insansız sual verir. Yəni onda bir neçə növlər var da görünür, kateqoriyalar var. Alətlər, insanlar və digərlər, düzdürmü? Başqalar, bir iki dənə. Onlara görə də suallar verir, tapmaq üçün. Bu üçündən birini tapmaq üçün. Üçündən deyil də bir neçə ola bilər hətta bu sıralamalar. Hərəkətli bir parçası varmı? Bəli, mouse var. Mouse'dan da hər şey edirik. Mən niyəsə əlimi bu klavyanın üstünə tuturam. Klavyadan heç nə eləmirik axı. Ona görə də evet deyim. Bu şey esnek ya da yumuşak mı? Yani sıkılınca, kırılmadan şekil Sen değişebilir düşün. mi? Otur. Otur. Ha. Sen rahat ol, ben bekle. Sıkılınca. Hayır. Genellikle özür dilerim. Genellikle dört Dur ayağı bakayım, var biraz mıdır bu konsantre olmam şeyin? lazım. Dur bakayım bir düşüneyim. Düşün düşün. Daldım gittim ben ya. Ne diyorduk? Eee, dört ayağı yok. Dört ayağı yoktur. Duvara ya da tavana asılabilir mi? Yok. Çalışma masasında bulunabilir mi bu şey? Hı hı. Bir şey değil. Çalışma masasında bulunabilir mi bu şey? Evet. Bu şey pille ya da elektrikle çalışıyor mu? Evet. Ses çıkarmak ya da müzik dinlemek amacıyla kullanılır mı bu şey? Ya sen bana bir yerden tanıdık geliyorsun ama neyse, konuyu dağıtmayalım. Gerçi çay bardağı tanıdım her şey. Öyle tanıdım yani. Ses çıkarmak ya da müzik dinlemek amacıyla kullanılır mı bu şey? Evet. Yani. Şimdi sorulara verdiğim Güzel cevapları sorudan. düşünüyorum, Fikir özümsüyorum vermedim. ve bak bakalım doğru bilmiş miyim? Desən 20 olmamışdı. Bilgisayar halaldır. Beraber. Akinatorla beraber. Yəni Allahı siz səhv başa düşməyin. Bəzən səhv başa düşə bilər. Akinator sonuncu sualda Allah dedi. Yəni mən kosmos fikirləşmişdim. Amma dini olaraq Allahdır. Bəli. Amma elmi olaraq
Yəni dünyayı, planeti, yəni bir növ kosmos yaradıbdır. Düzdürmü? Yəni elmi olaraq belə, dini olaraq belə. Bəli. Sən düz tapdın. Bilgisayardır. Bildim bildim yaşasın. Hey işte bana boşuna akıllı çay bardağı dememişler. Şşt, bir oyuna daha var mısın? Əlbəttə, əlbəttə 3 sual daha verəcəm sənə. 3 sual nə idi? 3 sual deyirəm. Sualı o bizə verir, biz suala cavab veririk. 3 dənə bir şey daha bir fikrim də var demək istəyirdim daha doğrusu. Demək istəyərdim daha doğrusu. Mən belə qəribə danışmağa fikir vermirəm. Mən həmişə belə qəribə danışıram. Ancaq söz tapa bilmirəm də, yəni. Sizə mənə danışmaq üçün, gözəl danışmaq üçün. Başıma nə deyirdim mən? Nə fikirləşək? İkinci Muhammed Əli fikirləşmişdi. İnsandan kimsə fikirləşək. Bu dəfə, bu dəfə, bu dəfə, bu dəfə, bu dəfə, bu dəfə. Hər hansı bir insan olsun. YouTuber'dir sadəcə olaraq fikirləşir. Düzdürmü? Yox, yox, yox. Elə yox, gəl dəqiq insan olsun. Dəqiq insan olsun. Bildim. Bildim. Hə. Şimdi sen aklından bir şey tutuyorsun. Ben de onun ne olduğunu 20 soruda biliyorum. Ama bak, tuttuğun kelime herkesin bildiği bir şey olsun ha. Böyle kimsenin bilmediği özel bir isim ya da bir şehir olmasın. Tamam? Hadi başlayalım. Deyəmirəm, mən fikir verməmişdim birinci dəfə deyəndə. Şəhər olmaz, düzdürmü? İsim olmaz. Yəni insan adları falan, burada da deyib onsuz da aklında bir nesnə tut. Yəni hər hansı bir əşya tutur bu. Hər hansı bir əşya, yəni başqa bir şey tapa bilmirsən də, yəni ancaq əşya, düzdürmü? Əlbəttə sən əşyalarla dostluq edirsən də, yəni insanlarla dostluq eləmirsən ki sən. Hə. Hardan bilərsən sən insanları tanıyasan. Yaxşı. Yaxşı, onda bu sual verək sənə. Bilgisayar tapdın, düzdürmü? Qurani-Kərim bir nəsnə kimi bir nəsnə kimi sayılır da, düzdürmü? Düz istəyirəm dostlar, yenə reklam çıxdı. Yenə bir şey deyil. Hə. Hardaydıq mən? Yenə reklam çıxdı. Bu dəfə Quran-Kərimi yoxlamaq istəyirəm. Hətta Quran-Kərim yox da, nəsə inanmağım gəlmir Quran-Kərimi tapsın. Amma yenə bir sualımızı verək. Büyük olaraq kitab olsa da, yəni adi kitab kimi Quran-Kərim əlbəttə ki, adi kitab deyil. Yəni ondan bayağı bir fərqlidir. Bayağı, yəni çox fərqlidir. Yəni adi kitabın içindəkilə Quran-Kərimin içindəkilərlə bir tutmaq olmaz, yəni. Ona görə də biz Quran-Kərimi məncə fikirləşməyin. Ona görə ki, Quran-Kərimi məncə tapmayacaq. Nəsə məndə elə bir düşüncə var. Ona görə də bilmirəm ki, internet tapa bilərsən, modafonu. Görək. Büyüklük olarak mikrodalga fırının içine sığabilir mi bu şey? Evet, sığabilir. Ortalama bir mutfakta bulunabilir mi bu şey? Kimse mutfakta yerleştirir. Bu nedir? Heyecan müziği yaptım. Biraz gerginlik tırmandırayım diye. Görsən bu kimin üzüdür? Nə deyirdim mən? Yəni bəziləri mutfağa qoyur, bəziləri qonaq otağına qoyur. Yəni ona görə də hə. Mutfaqda ola bilər məncə. Evet. Bir şey yeyib
içebilen bir şey mi bu? Hayır. Bir de bir şey yiyip içen mi? Sen düşün. Otur, otur. Ha. Sen rahat ol, ben bekle. Aa, sen yəqin ki insan olarak onda, hə? Ad olarak yok, insan. Sen insan tavabilirsen. Sadece olarak sual, yani insan tavabilirsen. Sadece olarak insan adını tavabilmirsən. Müəyyən bir insan tavabilmirsən. Ha, insanın özünü tavabilərsən yani. Başa düştüm. Bu şeyin içine bir şey konulur mu? Hayır. Genellikle dört köşem, evet. Kırılmadan katlanabilir mi? Hayır. Kumanda yapı kuman kam ne? Vallahi senin kafada bir Camdan. enteresan çalışıyor Ha, ha. camdan. Bilemedim gitti. Vahacayını. Ve bence de bilemeyeceksin. Camdan yapılmış her herhangi bir parçası yoktu. Hayır. Cebinde taşınabilir mi bu şey? Hayır. Ortalama bir banyo ya da tuvalette bulunabilir mi bu şey? Yani bu banyo ve tuvalette bence eşim Basacağın koymuş. zaman beni uyandırırsın. Uyandırdım. Hayır, tuvaleti zaten banyoda Ya koymuyorlar. sen hala Çalışma benim aklımdaki şeyi bulamayacağımı zannediyorsun değil mi? yok. Öyle. Sen dur. Çalışma masasında bulunabilen bir şey mi bu? Çalışma masasında bence yok. Hayır, bence yok, koymuyorlar. Birine emin değilim, bence başıma yedim olarak ama emin yok, her neyse. Birine hediye olarak verilebilecek bir şey mi bu? Kimse internet verir mi hediye olarak? Kiməsə bilmirəm onu. Məncə vermirlər. Ona görə də əmin deyiləm. Duvara ya da tavana asılabilirmi bu şey? Bildim galiba. Evet. Su ile yıkanır mı bu? Hayır. Bu şey pil ya da evet. Bu şeyi kullanırken elinde tutmaca yaşır mı? Hayır. Bu şey ortalama bir yumurtadan daha mı Ha tamam şüş? Yo, yumurtadan yaklaştım. sifət də var. Yumurtadan daha mı şüş? Hayır. Bu şeyin deliği var mıdır? Yani deliği var Vallahi belki. senin kafada bir enteresan çalışıyor ha. Bilemedim gitti. Hocam 7. sualdayıq. Dava bilməyəcəksən. Dava bilməyəcəksən. Mən sənə deyirəm, mən sənə. Deliği var. Şimdi sorulara verdiğim bütün cevapları düşünüyorum, özümsüyorum ve bak bakalım doğru bilmiş miyim? Davacaqsan mı? Davam edəcəksən. Priz. Priz, priz nədir? Priz nədir? Bilmirəm ki, mən priz nədir. Bilsən? Açılsana. Açılsana artıq. Aha. Priz. Priz nədir? Priz. Məncə priz deyil də, amma dəqiqə. Priz. Peki. Yox, priz deyil. Priz deyil. Hayır. Dəf tapdın. Elektrik fişi modern. Moderndir bu. Modern. Modern. In inte internet. Tamam itiraf ediyorum bilemedim. Ne kadar zor sordun ya. Hayır anlamıyorum. Çok mu çay içiyorsun da böyle zor şeyleri akıl edebiliyorsun? Bana bir şans daha versene. Bak bu sefer bileceğim. Gerçekten çok azimliyim. Biraz gelişme var bu videoda. Ama her neyse. Çok çay içirəm mi? İçirəm. Bayağı içirəm. Amma məncə məsələ o deyil. Olmamalıdır məncə. Belki de oradan da ondandır. Ne bileyim. Bir Şimdi sual sen daha. aklından bir şey tutuyorsun. Ben de onun ne oldu? Bəli. Bildik. Ne? İki Basacağın tane zaman daha. beni uyandırırsın. İki tane daha bir şey Bastı açmadım. mı? Ha basmadım daha. Basacağım bir dakika.
Yaxşı, insan bir dəfə fikirləşək. İnsanı tapacaq məncə. Amma necə tapacaq? Baxaq. Yo, insan tapa biləcək məncə. Yəni bu şeyi kullanırkən əlində tutman gerekirmi? Kullanmaq mı? Hayır. Evet, emin değilim. Kullanırkən insanı sual səhv sualdır yəni. Mən bu suala necə cavab verim? Bu şeyi kullanırkən əlində tutman gerekirmi? Məncə hayır cavab verməliyəm. Ortalama bir mutfakta bulunabilen mi bu şey? Bulunabilir mi bu şey? Vallahi senin kafa da bir enteresan çalışıyor ha. Bilemedim gitti. Videolar niye böyle gelişmede oldu? Reklamlardan düzdür mü? Dəqiqədə bir çıxan reklamlardan amına qoyduqlarım reklamlar. Birinci sualda emin değilim. Niye seçmedim? Ama görə ki, onda da yani düzgün cevap kimi olmayacaq. Ona görə hayır'a bastım. Ortalama bir mutfakta bulunabilir mi bu şey? Yani insan elbette bulunabilir. Evet. Bu şey yiyip içebiliyor. Hayır. Tövbe estağfurullah. Bu şeyin içine bir şey konulur mu? Hayır. Genellikle dört köşeli mi? Hayır. Cebinde taşınabilir, cebine taşınabilir mi bu şey? Dur bakayım biraz konsantre olmam lazım. Hayır. Dur bakayım. Bu şey genellikle yuvarlak mıdır? Hayır. Bu şey esnek ya da yumuşak mı? Yani sıkılınca kırılmadan şekil değişebilir mi? Sen düşün. Otur. Ha. Sen rahat ol, ben beklerim. Bence emin değilim. Birine hediye olarak yani bilmiyorum yani esnek insanlar Ya sen bana bir vardı. yerden tanıdık geliyorsun ama neyse konuyu dağıtmayalım. Video gelişme var. Esnek insanlar var ama kırılmadan falan yani kırılmadan elbette ki şəkil dəyişə bilirlər. Necəsə yəni başqa bir necə deyim formalarda olabilirlər. Necə deyim? Şey pozlarda olabilirlər belə deyək. Birine hediye olarak verilebilecek bir şey mi bu? Hayır. İnsan verir. Ama bu film oxşadı. Kırılmadan katlanabilir mi bu şey? Tamam yaklaştım. Hayır. Kırılmadan katlanamaz. Bu şeye genellikle bir sapı var mıdır? Tükümüz var. Tük Ha basmadım da. sap sayılır mı? Bence hayır. Ortalama bir banyo ya da tuvalette bulunabilir mi bu şey? Evet. Duvara ya da tabana asılabilir. Hayır. Bu şey bitki ya da hayvan gibi canlı bir şey mi? Evet. Vücudun bir parçası mı bu şey? Hayır. Bu şey ortalama bir yumurtadan daha mı düşür? Dur bakayım Hayır. biraz konsantre. Hareket eder mi bu şey? Evet. Genellikle dört ayağı var mıdır bu şeyin? Başlangıçta uşaq olarak dört ayak Sen rahat ol, ben beklerim. dört ayakta gəzirik ama sonra yani iki ayakta gəzirik. Yani normalde iki ayakta ona göre dört ayakta yani var. Ne? Dört ayağı var mıdır? Sən başa düşdüm suala. Genellikle dört ayağın var mıdır? Hayır, yoktur. Büyüklük olarak mikrodalga fırının içine sığabilir. Hayır. 20 sual olacak. Büyücü gösterebilir mi bu şey? Büyücü gösterebilir mi? Tamam yaklaştım. Gösteremez. Hayır. 20 sual geçti. Tamam, düzdür mü? Genellikle yeşil renkli mi bu şey? Hayır. Şimdi sorulara verdiğim bütün cevapları düşünüyorum, özümsüyorum ve bak bakalım doğru bilmiş miyim? İnanmıram. Tapdın. Necə tapdın? Suallar düzgün deyil də axı. Mən deyəsən düzgün cavab vermədim bir iki dənəsinə. Necə tapdın sən? Mənə qulaqsızdan sən? Bildin insan. Bildim yaşasın. Hey işte. Hemen Bana kulağısın boşuna sen. akıllı çay bardağı dememişler. Şşt, bir öyle daha var mısın? Oh be. Valla bilmiyorum bu da böyle ne Şimdi şey. sen aklından bir şey tutuyorsun. Ben de onun ne olduğunu 20 soruda biliyorum. Eş. Ama bak tuttuğun kelime herkesin bildiği bir şey olsun ha.
Öyle kimsenin bilmediği özel bir isim ya da bir şehir olmasın. Tamam? Hadi başlayalım. Bildim ne. Heyecan müziği yaptım. Biraz gerginliğimi Neyi kullandırayım bildin diye. sen de? Həyəcan müziği ne yapırsan? Onsuz da reklamlar bizə həyəcan yaptırır. Ne kadar videoda yerlər silmə olacağım reklamlara göre. Bu şey kullanırken elinde tutman gerekirmi? Evet. Ne oldu? Versen artık şimdi sual fikirləşirsən. Fikirləşsən də cavab verərsən. Fikirləşdin mi? Yox. Hmm. Tapmadın. Neyniyək biz çıxmalı olacaq görünür. Bu şeyi kullanırken elinde tutman gerekirmi? Evet. Sen düşün. Düşünün. Ortalama bir mutfakta bulunur mu bu şey? Evet. Hadi. Bu şey yiyip içilen bir şey mi? Evet. Tarla ya da ağaçta mı yetişir? Hayır. Suyla yıkanır mı? Suyla yıkanır mı? Evet. Bu şeyi genellikle kapağı var Vallahi senin mıdır? kafada bir enteresan çalışıyor ha. Bilemedim gitti. O kadar enteresan çalışır ki sen şaşacaksın yani. Ne fikirləşdiyimi şaşacaksın bulduğunda. Bu şeye genellikle kapağı var mıdır? Hayır. Bu şey bitki ya da hayvan gibi canlı bir şey. Hayır. Hayır. Genellikle beyaz renkte midir bu şey? Hayır. Camdan yapılmış herhangi bir parçası var mıdır? Evet. Kabuğu soyulmadan yiyilebilecek bir şey Dur mi bu? bakayım biraz konsantre olmam lazım. Dur bakayım bir düşüneyim. Dedim axı yiyecek değil. Daldım gittim ben ya. Ne diyorduk? Bir şey demiyorduk. Sen kanalıma abone olurdun. Büyük olarak mikrodalga fırının içine Sen sığabilir mi düşün bir şey? düşün. Otur otur. Ha. Sen rahat ol ben bekle. Artık düşündüm. Kırılabilecek bir şey mi bu? Evet. Ha tamam. Bu şey genellikle yuvarlak mıdır? Basacağın zaman beni uyandırırsın. Yani Bastın mı? yukarıdan Ha böyle bastım. baksak, hə. Yukarıdan baksak, hə. Emin değilim o cürdə. Şimdi sorulara verdiğim bütün cevapları düşünüyorum, özümsüyorum Neden ve bak okuyorum? bakalım doğru bilmiş miyim? Aferin. Akıllı çay bardağı. Əslində qalsa bu deyil də akıllı çay bardağıdır. Bildin. Akıllı çay bardağı. Bildim yaşasın. Hey işte bana boşuna akıllı çay bardağı dememişler. Şşt, bir oyuna daha var Aferin. mısın? Özünü tanıyırsan. Akınatorda eyni şey eləmədi. Heyf ki, eybi yoxdur. Bunu da sizə saxlayıram. Siz özünüz eləyərsiniz, yoxlayarsınız, kommentlərdə yazarsınız. Nə çıxdı, nə dedi, xüsusi bir şey dedi mi? Məsələn, şimdi burada çay bardağı, mən gözləyirdim ki, xüsusi bir şey deyər, xüsusi bir video çıxar. Ona görə videolar var da. Niyə ki, bir dənə akıllı çay bardağı hətta sözü var, düzdürmü? O tapılsaydı elə xüsusi animasyon belə çıxa bilərdi, düzdürmü? Yarada bilərdiniz. Amma olmadı. Eybi yoxdur. Belə də çox yaxşıdır. Sonuca gələk. Çay bardağı bəzən olur ki 20 sualı tapa bilmir. Amma o bizim suallar cavabımızdan ibarətdir. Amma ümumilikdə tapır. Çoxunu da tapdı. 20 cavab da tapdı. Amma mənfi cəhətləri odur ki, ancaq əşyaları, yəni bir də insan yox. Yəni insan adı yox. İnsanın elə bir şey özünü tapır. Bəli, insan hissələri deyəsən həm də tapır. Belə suallarla belə başa düşdüyümə görə kitab kimi şeylər tapır. Yəni o da əşyada, düzdür. Heyvan da məncə tapa bilir, bitki də suallarından başa düşürəm mən belə. Bu qədər. Amma akinator hər şeyi tapa bilir. Bir tərəfdən də hər şeyi tapa bilmir. Yəni bir tərəfdən hər şeyi tapır, bir tərəfdən də tapmır.
Belə yəni suallara düzgün cavab vermək lazımdır məncə. Akinatorda dəqiqliklə cavab vermək lazımdır. Ona görə ki, bir neçə bölümlərdən məncə ibarətdir. Onun növləri var. Elə bir şey, əşyalar, insanlar, texnoloji alətlər, meyvələr, otlar falan. Belə-belə gedir sıralama. Və xüsusi suallar var onlar haqqında. O sualları verir bir sıralaması ilə hansı düzgündür, hansı düzgün deyil çıxır. Bəzən də çıxmır. Suallara görə çıxmır o. Yəni deyək ki, məsəl üçün yeyəcək ya da içiləcək bir şeymi bu? Məsəl üçün çay bardağındakı sualı deyirəm mən. Yeyib ya da içiləcək bir şeymi bu? Akinator sual verir deyək ki. Deyək ki, buna hayır dedik. Eyni sualı təkrar verir, amma başqa formatda. Deyir ki, bu yeyilirmi falan belə bir şey. Amma biraz başqa görə, biraz daha başqa görə. Ona görə də biraz yəni hərinin özünün minuslar və pluslar var. Yəni sizin fikriniz nədir? Mən arada qaldım. Hansı daha yaxşıdır bilmirəm. Əşya olaraq bu daha məncə daha dəqiq tapır. Əşya olaraq 20 sualda özdə. Amma bütün hər şey olaraq Akinator tapır. Bir çox sualda, yəni 32 sual, 34, 40-a kimi gedə bilər də. Suallar düzgün cavablandırmaqdan əlbəttə ki, ibarətdir, amma yenə də minimum 10 sual, 15 sualda məncə tapacaq. Bilmirəm onu, dəqiq əmin deyiləm. Yəni daha doğrusu hətta 10-15 deməyək də 15-20 deyək. Hətta biraz daha çox aldım, 20-25 deyək minimum. Yəni mən nəsə belə 15, 20, 25 aralıqlarında fikirləşirəm ki, tapa bilər. Yəni suallara dediyim kimi təşkil edirəm, yəni də düzgün cavab versək. Video bu qədərdir əziz dostlar. Videomu bəyənin, kanala abunə olun ki, mənə dəstək olasınız. Sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Sağ olun.